Panik atak barəsində danışmaq istərdim. Səbəbsiz olaraq həyəcanlanma, həyəcanın getdikcə şiddətlənməsi, artması baş verir və insan bəzən elə olur ki, bu halda ürəyinin çırpıntısını, döyüntüsünü çox hiss eləyir. Bunlarda kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta bilməməsi, pəncərələrin evdə olurkən pəncərələrin açması, qapalı yerdə olursa qapalı yerdən çölə çıxması, tərləmə, ürək döyməsi, pulsun artması, nəbzin sürətlənməsi müşahidə olunur. Bu tutma halında xəstələr ölüm qorxusu çox yaşayırlar və bir də ağıllarını itirmə, dəli olma qorxusu yaşayırlar. Elə bilirlər ki, ağılları itəcək, yaxud da ki, köməksiz bir yerdə qalacaq, çarəsiz, heç kim buna nəsə ağır bir hadisə baş verəcək və bunu heç kimsə kömək eləyə bilməyəcək, çarəsiz duruma düşəcəklər. Belə olan hallarda həkim psixiatra müraciət etməkləri məqsədə uyğundur.